Əvvəla salamünaleyküm. Mən Həsənov Sərdar Rüstəmoğlu. 44 günlük Vətən müharibəsi qazisiyəm. Mənim buradan ən birinci təşəkkür etdiyim insan Füzuli.az saytı Emin qardaşımız. Təşəkkür edirəm. Var olasınız sizlərin səbəbinə. Günlərim gəldilər, xətti bağladılar yerinə. Pulu geri qaytardılar karta, geri qayıtdı pul. Pul geri qayıtdı və düzəldi. Söz verdi ki, İşıq İdarəsi kim söz verdi ki, bir daha belə bir hal baş verməyəcəkdir. Bizdən nə gedir? Bizdən o gedir ki, amin deyək. Kasıbın pulunu boş yerə getməsin. Zorla qazanırlar. Zorla əllərinə, ayaqlarına döyə-döyə qazanırlar. Onların qeyrətinə qurban olaram. Var olasınız qeyrətli analarımız, qeyrətli bacılarımız, qeyrətli qardaşlarımız, var olasınız. Dəstək oldunuz, videonu paylaşdınız, bəyəndiniz və hərə öz problemini yazdı. Həqiqətən də çox, belə deyim də, məmurlar, bəzi məmurlardan gedir söhbət, xalqı tapdalamağa çalışırlar. Allah o məmurların ürəyinə insaf salsın. Kasıblarımızı da düşünün. Özlərinizi yox, cibinizi yox. Kasıbı da fikirləşin. Kasıb gedir 5 manat, 3 manat işləyir. Əlini qavar ola-ola gətirir işığına, evinə, xərcləyir. Və onu bəzi məmurlar yiyirsə də, onun haramı olsun. Haramı olsun o insanın. Fərq eləmir. Bəzi məmurlardan gedir söhbət, kasıbı tapdalayan məmurlardan gedir, haqqını yiyən məmurlardan gedir. Elə məmurlarımız da var ki, həqiqətən qazisinə, şəhid ailəsinə, millətinə, xalqına qeyrətlidir. Mərd kimi hərəkət edir. Çox sağ olun, minnətdaram yenə də Azərbaycan xalqı. Sizlərə təşəkkür edirəm. Sizlərin səbəbinə bu videom qalxdı və İşıq İdarəsi gəldi. Bərpa elədi, pulu geri qaytardı. İndi kartı da taxacam, canlı yayım açacam indi. Görərsiniz. Baxın, taxıram kartı. Götürdü. Aha, götürdü pulu. Göstərdi. Və inşallah mənim problem həll olduğu kimi Azərbaycan xalqımızın da problemi belə həll olar. Tək məndə deyil bu problem. Yəqin ki, inşallah Azərbaycan xalqımıza da nəyəsə bu vəziyyətdən çıxsınlar. Baxın, xətti də düzəltdilər, gəldilər. Xətti də bağladılar yerinə. Bu da bu. Çox sağ olun, qeyrətli xalqım, minnətdaram, var olasın.